Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, ayın 21'i bastırdığımız toyuq artıq çıxdı. Yadınıza düşürsə ondan sonraki videoda növbəti gün, yəni 22 səhərdə bu toyuğumuzu bastırmışdıq. Bu qarışıq buraxmalardan olan bu ilk fərələrimizdəndir. 6-7 yumurtada 40 yadda əlavə yumurtlamadı. Elə bununla bərabər bastırdıq ki, da əziyyətini çəkəcəksə hamısını çəkək. İndi bu videoda həm cücələri saymamışım uşaqlar, onları götürək. Başlarına nə gəldi, yumurtalar neçə ədəd cücə çıxdı, onları sayaq. Həm də videonun davamında toyuq balalarına baxmağın qızıl qaydaları, yəni toyuq balalarına necə baxmaq lazımdır, ondan bəhs edəcəm. Yəni bu videonu xahiş edirəm sona qədər izləyin. İndi bu yumurtaların başına nə gəldi ondan danışım. Cücələri yığaq. Videonun arxası, yəni toyuq balalarına baxmağın qızıl qaydaları adında bir video olacaq. Təbii ki, bu başqa da bir video çəkərəm bununla bağlı, amma indi hal-hazırda istəyirəm ki, üstündən də keçmiş olsa sizə bəhs edeyim ki, yəni toyuq balalarına baxmağın qızıl qaydaları. Bəlkə heç baxmayan ola bilər, ilk dəfə cücə saxlayan ola bilər və yaxud da ki, olur mən də kimlərləsə nələrsə öyrənirəm. İndi dediyimiz bir şey bəlkə kiminsə ağlına batar, daha məntiqli gələr. Onlar da faydalanaq bir-birimizdən deyə düşünürəm. Demək dostlar, bunun altına 14 dənə buraxma qoymuşdum. Demişdim ki, 2 dənəsi də yumurtlayacaq, yenə qoyacam. Yumurtlamadı o buraxmaları, ikisi də 40 yadda həmin günü. Yəni 14 dənə buraxma yumurtası oldu. O da blue buraxma var sürümüzün içində. Onun sonuncu yumurtalarından 2 dənə mi ya 3 dənə mi şey oldu. Qabığı nazik olub, kalsium çatışmamazlığından bu olur. Sonuncu yumurtaları elə şeyin altında sındı, toyuğun altında sındı, əzildi, getdi. Digər yumurtalardan da 2 dənə buraxma yumurtasından içində bala əmələ gəldi. Sadə 2-3 gün sonra öldü də bala içində. O ola bilər indi toxumu yaxşı olmayıb, və yaxud da ki, ola bilər yumurtada problem olur, və yaxud da ola bilər toyuq yaxşı yatmayıb ki, onu düşünmürəm elə bir şey olsun. Nəsə elə bir şey oldu. 2 dənəsi də elə getdi o yumurtadan. Geriyə nə qaldı? Hə, onlardan da məsəl üçün baxın bir dənəsi göbəyi açıq çıxmışdı. Buraxma balalarından öldü, hayf oldu belə. Yəni belə başlarına şey gəldi. Buraxmamız biraz az çıxdı, amma problem yoxdur. Bizə yenə o da bəsdir. Bizə 5-6 dənə olsun. Çünki mən bilirsiniz ki, bunu nə bilim sərgiyə heyvan çıxartmıram və yaxud da ki, iminli hansısa cinslər böyütmürəm. Sürümün içərisində bəzək olaraq, dekorativ olaraq gözəl görünsün deyə istəyirəm 1-2 dənə olsun, fərqli rənglər olsun, fərqli görünüşlü heyvanlar olsun. Yəni ona görə saxlayıram. O da problem yoxdur. 5-6 dənə oldu bizə bəsdir. Çünki zaten buraxmaları mən çox da sata bilmirəm. Çünki başqa rayonlara göndəriş edə bilmirəm. Sadəcə Bakıya göndəriş edə bilirəm. Bizim rayonumuzda da elə bunun çox həvəskarları yoxdur ki, deyəm ki, hə, hamı bu saat buraxma axtarır ki, buraxmalım. Demək dostlar, sayaq götürək bunların altından. Hə, onu da deyim ki, cücələri bu toyuğa verəcəm uşaqlar. Bu həm ana toyuqdur, yəni keçən ilki fərələrdəndir. Bu bir dəfə bala saxlayıb, 5 dənə ördək çıxardıb saxlayıblar, ördək çıxardıb saxlayıb. O heç bala çıxarmır deyəndə toyuqları daha təcrübəli olan buna verəcəm. Bu toyuğumuz da qırt yatıb təzə. Bununla da onu təzədən bastıracağam. Nə ilə bastıracağam? Saqqallı toyuğumuz vardı 2 dənə. Onların yumurtası, boynu tüksüz toyuğumuz vardı. Onun yumurtası və limon buraxmamız yumurtaya düşüb. Onları da ayrı yerə salmışam. Onların yumurtası ilə bu 2 toyuğu bastıracağam. Yəni birini onların yumurtasını eləyəcəm. Buraxma, saqqallı filan o yumurta eləyəcəm. Birinə də adi kənd toyuqlarının yumurtasını alacağam, başqa yerdən qoyacağam. Öz sürümdən qoymayacağam. Belə dostlar, götürək balaları, sayaq görək nə qədərdir. Baxın dostlar, belə bir rəngdə buraxmamız çıxıb. Ağlı qaralı olar hər halda, bilmirəm. Yəqin ki, bu qol buraxmadan əmələ gələndir. Götürək bunların hamısını sayaq, orada incələyərik istəsəz. 3 oldu uşaqlar. 4, 5. Bu da buraxmadı. 6, 7. 8, 9. 10, 11. Baxın bu da buraxmadı. Ver balaları o da. 12. Qaldıq hələ. Hə, uşaqlar, bu cücənin gözünə heyran oldum. Sürməsinə baxın bunun gözünün. 13. 14 dənə. 15 dənə. Baxın, hə, bunun altında bitdi. 15 dənə burada oldu. 16, 17 dənə. 18, 19, 20, 21, 22,
23-24 dənə cücəmiz oldu uşaqlar. 24 dənə cücəmiz. İndi aparaq bunları, orada davam edək. Baxım qaydasından da qısa bəhs edeyim sizlərə. Hə, dostlar, cücələrimizi gətirdik. Elə gələn kimi burada qabaqlarına baxın, yumurta verirəm. Zaten cücələrin çoxu dünən çıxmışdı deyə onları aparmışdım evə. Evdə bunları mayalandırmışdım. Yəni yumurta yemişdim. Sadəcə bir neçə 5-6 ədəd cücə axşama qalmışdı. Onlar yumurta yeməmişdi. Onları da belə burada yumurta oxalayacağam qabağına. Demək dostlar, 24 dənə cücəmiz çıxdı. Qabaqlarındakı broiler yemidir, şəkər yemi deyirik bizim buralarda, bizim ləhcələrdə. Ətlik broiler yemi başlanğıc yemdir. Qabaqlarına qoymuşam. Yəni onu verəndə qabaqlarına yumurta tökməsəz də olar. Amma biz dədə-babadan elə qabaqlarına birinci gün cücənin yumurta tökmüşük deyə mən də o elə gələnək kimi qalıb da, başa düşdünüz. Yəni onun belə çox da önəmi yoxdur artıq. Çünki qabaqları o ətli vitaminli yemlər yox idi, başlanğıc yemlər yox idi. Hamı ilk günlər dostlar cücələrimizə gətirirdik, belə yumurtazad ovxalayıb verirdik. 1-2 gün yumurta verirdik, 1-2 gün yumurta ilə çörək qatıb verirdik. Sonra keçirdik buğday yarmasına keçirdik, qarğıdalı yeminə keçirdik. Belə yemlər verirdik. Amma indi artıq o yemlər var, heç bunlara ehtiyac da yoxdur. Amma mən hər gün verirəm, siz də verirsəz yaxşıdır. Çünki proteindir, ilk günlər cücələrin proteinə daha çox ehtiyacı olur və yumurtanı da biraz yaxşı yeyirlər. Ona görə ilk günlər bacarın ki, həmişə məsəl üçün cücəğiniz də olsa, elə hündüşqoz da olsa, nəyiniz də olsa, ilk gün bir dənə yumurta verin ən azından. Bir dönüş yumurta verin bunların qabaqlarına. İndi saylarına görə mən məsələn bir dənəsinin yumurtanın 2 dənə yumurta qaynatmışdım. Onun deməli 3də 2 hissəsini yemişdilər də, elə də yeməmişdilər. İlk günlər elə də yaxşı yemirlər axı. Bir damcı qalmışdı, onu oxaladım. Bir də indi bu yumurta qalıb. Bunu da verəcəm onlara. Yemdir ki, qabaqlarındadır. Su da orada qoymuşam uşaqlar. Su da nə verirəm? İlk günlər bacarın qaynanmış, soymuş su verin. Yəni ilıq su verirəm mən də. Yəni qaynansın sonra. Niyə görə? Çünki ilk günlər cücələrin biraz immuniteti aşağı olur. Yəni qarnı ağrıma ehtimalları zada olur da. Yəni mikroblara, bakteriyalara qarşı dözümsüz olurlar. Ona görə ilk günlər qaynanmış su versəz yaxşı olar ki, içində hər şey ölür də qaynanmış suyun. Ona görə ilk günlər qaynanmış su verirəm ki, cücələrin qarnı ağrımazlar ilk gündən olmasın. Qaynanmış, soymuş su verirəm. Hardasa bunu bir 10 gün versəz, polnu bəs eləyəcək uşaqlar. Artıqlaması ilə 10 gün qaynanmış su versəz, yəni qaynanmış, soymuş su versəz, 10 gün bunlara o su bəs eləyəcək artıq. Ondan əlavə verməyinizə ehtiyac yoxdur. Keçə bilərsiniz çiy suya, yəni adi suya keçə bilərsiniz. Yenə də qış aylarında çalışın toyuqcanıza soyuq su verməyin. Bunlar indi dostlar dediyim kimi ətli broiler yemi var, başlanğıc broiler yemi. Ondan hardasa bir 15 gün filan gedəcəklər. Ondan sonra mən artıq keçəcəm ikinciyə. Yəni artıq da verə bilərsiniz. Sadəcə o başlanğıc yem biraz oxuntuq kimi olur deyini. Həm onu bir müddət böyüyəndən sonra cücələr sevmir, həm də biraz zay eləyirlər onu artıq. Necə deyim, yəni dağıdırlar, tökürlər. Ona görə mən onu elə də çox verməyi üstün tutmuram da. Yəni 15 gün verdiniz, lap 20 maksimum zaten o 20 gün, 21 gün verilir. Yəni 15 gün verim, mən artıq keçirəm ondan sonraki yemə. Daha sonra sizlərə bu cücələrdən nə bəsləyim. Bunun altına görürsünüz ki, mən belə palas kimi əsərmişəm. Onun da altında şey var. Saman var. Siz istəsəz əgər varınızsa apilka tökə bilərsiniz yerinə. Amma apilkanı biraz xırda oxuntuq kimisin tərcih eləməyin. Çünki onu yeyirlər. Mədə bağırsaqlarını ilk günlər xarab edə bilər. Onu bilirəm ki, yeyirlər. Saman da tökə bilərsiniz bunun altına. Sadəcə mən üstündən belə palaz da sərməyi üstün tuturam ki, həm 2 dəqiqədən bir samanı dəyişmə məcburiyyətində qalmıram. Ayrı-ayrı palazlarımız var, belə atıram. Həm də ki, uşaqlar, belə bir şey dediyimdə sizlərə, onun üstünə tökəndə yemiz adı tökürlər, samanın içində zay olur, yəni gedirdi. Amma belə palazın üstünə o yemi eşsələr də, nə eləsələr də o palazın üstündə qalır deyin, onu yeyirlər, belə bir israf olmur da heç bir şey. Bu da belə burada qutudur, içinə 2 dənə, bir də o tərəfdədir, 2 dənə belə bulamışqadan asmışam. Bu neçəlik gedir bilmirəm, 150'lik gedir yoxsa neçəlik gedir tam olaraq bilmirəm. Belə də üstünə bunun kimi örtürəm, bu qalın yorğan kimi bir şeydir. Bununla da örtəcəm, anası da yanındadır, bunlara heç nə olmayacaq. Yəni cücə çox olsa deyərəm ki, anasının altına sığa bilməz filan. 24 dənə cücədir, rahatlıqla toyuğumuz da böyük toyuq olduğuna görə rahatlıqla anasının altına da sığa bilər. İçinə də 2 dənə işıq asmışam. İndi 2 işığında ikisində böyük eləmişəm uşaqlar. Amma bir
3 gündən 4 gündən sonra artıq o işığın birini balaza eləyəcəm ki, çox isti olmasın. İndi hal-hazırda bunun üstünü örtəndə bu qutu çox isti olur. Yəni bunlara gərəksiz dərəcədə. Yəni 2-3 gün özlərini tutandan sonra artıq bu qədər bunlara istilik lazım deyil. Brahmalarımı da bilirsiniz ki, uşaqlar, baxın, baba elədir, bax, görürsünüz bu brahmadır. Şey eləməmişdim də, necə deyim. Məsələn, gold brahma var məndə, blue brahma var, limon brahma xoruz var, buf brahma xoruz var, gold brahma xoruz var. Yəni mən hamısını onların qarışdırıram bir-birinə. İndi düz deyə mənə lazım olanda, məsələn, gold brahma xoruzum da var, gold brahma fərəm də var. İndi o gold brahma fərələrim yumurtayanda onları ayıracağam, əsl gold brahmanın cücəsini alacağım. Amma yəni belə mən sürümdə bəzək üçün saxlayıram deyəni, mən istəyirəm qarışdırım bir-birinə, fərqli rənglər də alım. Bu cücəmdən çox xoşum gəldi uşaqlar. Qara çıxıb, mən ilk dəfədir belə qara brahmam çıxır. Ayağına da tükünə baxın, maşallah olsun. Qəşəng də ayağının tükü var. Onun çox maraqlı gəlir ki, o böyüyəndə hansı rəng olacaq. Yəqin ki, ağlı qaralı falan olar da, elə düşünürəm. O cücəmdən də çox xoşum gəldi. Rəngi gözəldir. Yəni belə dostlar, dediyim kimi bunların ilk günlər lazımdır ki, bunların heç olmasa yerində bir 25 dərəcə, 30 dərəcə isti olsun. Düzdür, mən heç vaxt dərəcə ilə istifadə eləmirəm, işləmirəm. Belə deyim də uşaqlar sizlərə, yəni bəzi adamlar var ki, deyirlər ki, nə bilim, falan faizli proteinli yem verilməlidir. Nə bilim, cücənin yeşinə termometr qoyurlar, dərəcəsi mütləq falan qədər olmalıdır. Yəni belə pis çıxmasın. Yəni dağın başında yaşayan mənim Sevda xalamda termometr nə gəzir və yaxud da ki, o hansı gedib hansı yem ölçəcək ki, falan faizli yemdir, falan proteinli yemdir, nə bilim nədir. Ona görə mən sizlərə adi kənd şəraitində təbii şəkildə cücəni necə saxlamaq lazımdır, ondan bəhs edirəm. Yəni başa düşməyəcəyiniz və yaxud da ki, sizin çətinlik çəkəcəyiniz heç bir şey demirəm də sizə. Hər şeyi istəyirəm ki, təbii şəkildə dediyim, yəni hamı baxa bilsin də, yəni mənim dediyim şeylərdən hamı baxa bilsin. Mən burada durub sizlərə yem faizlərindən danışım. O yem faizlərin falan proteinli yemi verməyə getsinlər sərgiyə heyvan çıxardan insanlar fikirləşsinlər. Yəni bizə onlar lazım deyil. O sərgiyə heyvan çıxardan insanlar üçün o lazımdır. Biz sərgiyə heyvan çıxarmırıq, biz özümüzə kəsib yeməyə, nə bilim, yeri gələndə satıb 500 manat pul qazanmağa heyvan saxlayırıqsa, bu cür saxlamaq yetər qədər bəs edir. Bu cücəm də içinin ən böyük cücələrindəndir. Təbii ki, brahmadır. Ayağının tükündən zaten bəllidir. İnşallah qəşəng cücələrimiz olacaq. Dediyim kimi, o 2 dənə toyuğu da bastıracağam uşaqlar. Ondan da şey deyəcəm. Yanına da onların bir 50 dənə, 30 dənə, nəfim belə bir cücə alıb tökməyə fikirləşirəm ki, böyük cücələrimiz olsun. Onları da martın əvvəlinə çıxardacaq. Çox da yaxşı vaxtı cücə saxlamaq üçün. Fevral ayı axırlarına doğru, bir də mart ayı cücələr üçün yaxşı aydır. Aprel ayı da yaxşıdır, may ayı da sonuncu aydır. May ayından sonra alınan cücələrdə inkişaf gözləməyin, çox cır qalacaqlar, xəstəlik çox olacaq onlarda. Ona görə mən sizə məsləhətim odur ki, yəni may ayına qədər cücə özü alın ən azından. Çalışın ki, may ayına qədər cücələrinizi alın. O aprel ayına qədər olanlarda çox qəşəng inkişaf gedir. Aprel ayının əvvəllərinə qədər olanlardan. Aprel ayının sonundan sonra may ayında olan cücələrdə inkişaf biraz zəifləyir. Ona baxın, toyuğun saqqalı necə tutdu cücə. Belə dostlar, yəni dediyim kimi çalışın ki, may ayına qədər cücələrinizi alın. Düzdür, bunların bilirəm saxlama qaydalarından çox da sizə bəhs eləmədim. Dediyim kimi qısa deyirəm. Zaten növbəti videolarımızda tam şəkildə sizə hər bunların gəlişim sürəclərini, nə bilim, yem rasyonlarının hamısından sizə bəhs edəcəyəm. Əlavə olaraq da bunu gözləyirəm ki, ətraflı şəkildə çoxlu cəmi çıxanda ətraflı şəkildə onda izah edeyim. Amma yenə dediyim kimi hər şeyi demək olar ki, sizə izah elədim. Başlanğıc broiler yem verirəm 20 günə kimi, 21 günə kimi, 15 günə kimi. Baxır da indi o mənim keyfimə, nə bilim, cücənin inkişafına, cücənin yem yeməsinə, ona görə dəyişir. İlk gün mən yumurta verirəm, bunlara atıram, yumurta ilə mayalandırıram, proteindir, yaxşıdır, vermək lazımdır, xeyirdir. Qabaqlarına bir 10 gün qaynanmış, soymuş su verirəm, yəni ilıq su verirəm. Əsas odur su qaynansın, ilıq isti olmağın heç bir önəmi yoxdur. Yem verirəm. Yerləri ilk günlər əgər termometrlə istəyirsinizsə 25 ilə 30 dərəcə arası eləyin, 30 dərəcədən çox eləməyin. Get-gedə yavaş-yavaş 24-20 dərəcəyə qədər düşürdə bilərsiniz böyüdükcə. Hələ ki, yəni qısacası toyuq cücələrimizdə
deyəcəklərim sizə budur ki, cücə balalarına baxmağın ilk günlər budur. Bundan başqa bir şey yoxdur. Altları mütləq şəkildə quru olsun uşaqlar. Nə saxlayırsınız saxlayın, altı mütləq quru olmalıdır. Altı quru olmayan heyvanın, altı nəmi olan heyvanda mütləq şəkildə xəstəlik olacaq. Onda qarın ağrı da olacaq, onda ayağında yarada əmələ gələ bilər. Nə bilim çox şeylər olur da. Yəni bütün xəstəliklər o nəmişlikdən, orada yaranan bakteriyalardan əmələ gəlir. Onun üçün bu tip şeylərə də diqqət eləsəz sevinərəm. Bu qədər dostlar, danışacaqlarım bu qədər. 24 dənə cücəmiz çıxdı. Obşu bəsimizdir. Allah bərəkət versin. Hər nədirsə, Allah ona da bərəkət versin. Videolarımızı bəyənməyi unutmayın. Like atmağı, yorum atmağı mütləq şəkildə unutmayın. İnşallah növbəti videolarda görüşərik. Yenə dediyim kimi videolar çəkəcəyəm. Əlavə gəlişmələr də olub. Hündüşkalarımızla bağlı, yeni lal ördəklərimizlə bağlı yəqin ki, təxminləyəcəyiniz gəlişmələrdir. Amma onları da növbəti videoda çəkib sizlərə paylaşacağam ki, nə xoş xəbərlər var təsərrüfatımızda. Sağ olun, salamat qalın.